sual verir ki, Peyğəmbərimiz nə üçün dəstəmazı vacib buyurub? Bəli, gözəl bala, dəstəmazı Allah Taala vacib buyurub, Allahın əmri olduğu üçün də Peyğəmbərimiz onu bizə çatdırıbdır. Və Maidə surəsində Quran-ı Kərimin tərcüməsinə baxmaq istəsəz, baxa bilərsiniz. Maidə surəsinin 6-cı ayəsində bu əmr gəlib Allahdan. Allah Teala buyurur ki, Ya eyyuhəllədinə əmənu, İzə qumtum iləs-salati fəğsulu vucuhakum və aydiyakum iləl-mərafiqi və əmsəhu birusukum və ərculakum iləl-kə'beyn. Buyurur ki, ey iman gətirənlər, ey möminlər, ey müsəlmanlar, istədiniz əgər namaza durasınız, onda siz üzünüzü yuyun, qollarınızı yuyun dirsəyə qədər, dirsəkdən bax bu həddə olan qollarınızı yuyun, başınıza məhs çəkin və ayaqlarınıza məhs çəkin. Bu Allah Taala'nın əmridir və bu əmri təbii ki, Peyğəmbərimiz bizə çatdırıb. Nə üçün dəstəmaz alırıq? Namaz qılmaq üçün dəstəmaz alırıq. Nə üçün namaz qılmaq üçün dəstəmaz alırıq? Təbii ki, hər bir şeyin təharəti var. İnsan gedir, yemək istəyəndə deyir, qoy əlimi yuyum, əlini yuyur. Bəzən təkcə əlinə deyil, tutaq ki, böyük bir məclisə gedir, mərasimə gedir, deyir ki, üzümü yuyum. Bəzən üzün yumaq deyil, deyir, mən gedim bir duş qəbul edim, hamama gedim, təmizlənim, ondan sonra mən toya gedirəm, tutaq ki, mərasimə gedirəm, təmiz olum. Hər bir işin əvvəlində bir təharət var, hər bir təharətində özünün forması var. Bir dəfə əli yuyursan, tək əli belə yuyur. Bir dəfə qolların sırmalayır, deyir ki, biraz qollarım çirkəvə bulaşır. Bir dəfə üzünü yuyur, bir dəfə hamama gedir. Namaz da belədir. Namaz da Allahla görüş deməkdir və həmin görüşə gedəndə də təbii ki, insan dəstəmaz almalıdır və təharətli olmalıdır.